Bismillahirrahmanirrahim. Mehriban və bağışlayan Allahın adıyla və yadı ilə siz əziz yoldaşlara, sırdaşlara salam ərz edirəm. Milli irfanımızdan Məsnəvinin türkcə tərcüməsindən, şərhindən, açıqlamasından bir az uzaq düşmüşdük. Ona görə yenidən bir də Məsnəviyə birinci dəftərinə o şahın nağılına ki, demək olar ki, Məsihiyyət aləmində istəyir parçalıq və təfrəqə yaratsın, onun nağılına qeydirik. Amma çox xoşluram ki, elə o nağıldan, o dəftərdən bir ayrıca beytlərlə başlayam, sonra gələm ora. Deyir ki, 100 هزاران دام و دانه است ای خدا، ما چو مرغان حریص بینوا. Ey görünməz, öndə var minlər tələ, biz tamahlı quşlarıq, imdad elə. Dəmbədəm ma bəstə dam novیم, hər yeki gərbaz و سیمرغی şəvیم. Ləhzə ləhzə biz yeni tuzaqlardayıq. Biz baz da olaq, simurğ da olaq, quşlar da olaq, yenə də o tələlərə düşürük. Qartal olsaq da, ya zümrüd quşu, tələlər, səslər bizi ovlar huşu. میرهانی هر دمی ما را و باز سوی دامی میرویم ey biniyaz. Sən bizi torlar əlindən almadan ovlayan tovlar bizə vermir aman. میرهانی هر دمی ما را و باز. Hər zaman, hər çağ sən bizi qurtarırsan, amma yenidən biz yeni tuzaqlara düşürük. ما در این انبار گندم میکنیم، گندم جمع آمده گم میکنیم. Axı biz öz zehnimizə, zehniyyətimizə, əqlaniyyətimizdə ki bir ambara oxşardı, ora hey dadələri, hey buğdaları, hey düşüncələri qalıyırıq, yığırıq onların üstünə. ما در این انبار گندم میکنیم، گندم جمع آمده گم میکنیم. Axı bə yığışan bu buğdalar, yığışan bu dadələr, yığışan bu düşüncələri, bunları itirib düşürük tuzaqlara, düşürük tərsə düşüncələrə, tərsə kimliklərə, tərsə hoviyyətlərə, özgə millətlərə qul olmağa, qulluq eləməyə onlara düşürük. Nədəndir? می نیندیشیم آخر ما به هوش که این خلل در گندم است از مکر موش. Heç düşünmürük ki, olmuyor bu anbarın içinə bir muş, bir sıçan girib oranı deşib dağıdıb buğdaları yeyir aparır. Bu muş nədir? Bu tərsə düşüncə nədir ki, bizim düşüncələrimizi, kimliyimizi, mənliyimizi, əqlaniyyətimizi, ağıllığımızı, bağımsızlığımızı əlimizdən alıb bizə sömürcəlik və özgə dinlərə, özgə dillərə, özgə qovumlara qulluğumuzu, qul olmağımızı gətirir. Düşmədik bizlər başa axır nədən, anbarı muşlar edib çoxdan vətən. موش تا انبار ما حفره زده است و از فنش انبار ما ویران شده است. Bu sıçan bu anbarın tərkinə kimi giribdir. Bütün darmadağın eləyib. Nə tökürsən ora buğdadan, arpadan, dadədən, düşüncədən, varlıqdan, kimlikdən, mənlikdən hamısını dağıdıb aparır. Çon çıxıb anbarlara muşlar ləlik, hiləsindəndir olub hər yan dəlik. Hər yanı dəlik deşik eləyirlər. İndi Mövlana Təbriz məktəbindən öyrənib, Şəmsin öyrətdiklərindən öyrənib, deyir ki, ən birinci görəv, ən birinci budur ki, sən o sıçanı dəf eləməlisən. O sıçan şuubiyyənin düşüncələri, anti-İslam, anti-ərəb,
anti-türk düşüncələr, qonşularla, həmsaylarla düşmənçilik yağdırmaq, onunla bununla təfrəqə salmaq, sən onu dəf etməlisən. Sən öz içərində, öz əqlaniyyətində, öz kimliyini ələ gətirməlisən. Bu kimliyin ən birinci müəllifəsi budur ki, sən biləsən, sən bir türksən. Nə bir artıq, nə bir əskik. Sən Azəri deyilsən. Sənin dilin türkdür, sənin dilin Azərbaycanı deyil. Sənin dilin Azəri deyil, sənin dilin türkdür. Bu türk dili bütün türk ellərində, obalarında hamısında bir dildir. Amma bunların şivələri fərqli ola bilər. Coğrafiya baxımından fərqli ola bilər. Amma bir millət var, türk milləti. Bir dil var, türk dili var. Sən buna çatmalısan. Bu sənin kimliyindir. Bunu qanmalısan, bunu düşünməlisən. İkincisi budur ki, sən müsəlmansan. Yəni öz dinivi ola bilər türk, Məsihi olsun, eləyə bilər Yəhudi olsun. Amma onu da sən seçməlisən. Eləyə bilər ateist olsun, onu da seçməlisən. O da sənin bir kimliyindən sayılır. Amma mən bir müsəlman olaraq türklüğümdən sonra İslamımı ələ keçirməliyəm. Özgələrin əlinə verməliyəm. Doğru, düzgün İslamıma sahib çıxmalıyam. Tərsə İslamlıqdan, İslamçılıqdan özümü qurtarmalıyam. Bu İslamın içində sülh var, barış var, iman var, məna var. Digər dinlərə yol açmaq var. Digər dillərə yol açmaq var. Əvvəl can dəf-i şərri muş kon, şərri muş elə. Yəni bu özgə mənliyi, özgə kimliyi at qırağa. Vangahan der cəm'e gəndum, cuş kon. Sən öz varlığını, öz kimliyini ələ gətirməsən, soruşmasan mən kiməm, türklüğünü, İslamlığını öz əlinə gətirməsən, sən eləyə bilməzsən o sıçanı əqlaniyyət ənbarından eşiyə ötürəsən. O səni darmadağım, dəlik deşik eləyəcək. Səndə aramı qərar qoymayacaq. Səndə təlimat qoymayacaq. Eğitim və öyrətimi sənin əlindən alacaqdır. Səni bir dənə demək olar sömürgəliyə seyr edəcək, yönəldəcəkdir. Bağımsızlığı sənin əlindən alacaqdır. Bağımsızlıq nədən ola bilər? Öz kimliyini, öz varlığını ələ gətirməklə, o sıçanı, o əqlaniyyətdən eşiyə ötürməklə, vangahan der cəm'e gəndum cuş kon. Onda eləyə bilərsən sən güclənəsən. Sən burada görürsən ki, sənin mədənlərin talanır, qarət olunur. Sən eləyə bilməzsən burada kimlikdən danışasan. Sən ekonomini ələ gətirənməyibsən. Əvvəlcən kəs cudazın, muşların, cudazı kəsmək, yəni rişəsini kəsmək, kökünü kəsmək, nəslini kəsmək. Bunların nəslini, kökünü gərək kəsəsən. Sonda doldur dənlə buğda ənbarın, beşnov az əxbar an sədr sudur la salata təmmə illa bil huzur. Mənalarda da bu cürdür, ibadətlərdə də bu cürdür. Namaz qılırsan, əyilirsən, qalxırsan, amma huzur olmasa bu dərdə dəyməz. O mekaniki namaz dinamikiyə çönməz. Dinlə ol sərvər sözün tapba cudaz, qəlbin hazır olmasa bitməz namaz. Qəlbin gərək hazır ol. Huzur o qəlbidə tapasan ki, o namaz gedə yerini ala, yerində otura. Gərnə muşidoz در انبار ماست گندم اعمال 40 salı kocast. 40 ildən çox çalışırıq, amma hamıdan dalı düşmüşük. Gəndum əmal 40 salı kocast. Bütün dövrəmizdə olan məmləkətlər, ölkələr hamısı gediblər qabağa. Öz ekonomilərinə inkişaf bağışlayıblar, millətlərini rifahlarda keçindirirlər. Və biz gəndum əmal 40 salı kocast. Mevlana deyir. Və bu sıçan nədir girib bizi darmadağım, həm əqlaniyyətimizi dağıdır, həm eşdə oğurluqla, ixtilasla, pulları götürüb aparmaqla, süfrələri boşaltmaqla, bahalığı gətirməklə
milleti dağırdısınız. Gerne muşi doz der enbar mاست. Söyledin enbarda yoktur oğru muş. Bəs neden taat denilen boştu boş? Yani nedendir? Bu talis bu tay bomboştu. Bu neden ریزه ریزه صدق هر روزه چرا جمع می ناید در این انبار ما بی بله çalışmak, بی بله qaşmaq, بی بله معدنler, بی بله neft, بی بله gaz, بی بله صادرات, بی بله bunlar qızıllar, mislər, daşlar, topraklar və nədən əlim ac, qarnım ac, əlim xəmir nə də babalarımız demişlər. Niyə? Bu sıçan nədir? Bu haranı talayır? Bu hansı düşüncədir? Bu hansı ferqədir? Zərrə zərrə ənbar olmuş sidqidən boş qalır ənbarımız axır nədən? بس ستاره آتش از آهن جهید وان دل سوزیده پز رفت و کشید çaxdı ulduzlar kimi çaxmaqla qor qərə qov tək qəlbimiz tez aldı nur yəni nur qərə qov yəni alışıq tez odalan lik در ظلمت یکی دزدی نهان oğru var Mevlana deyir oğru cirbicimiz lik در ظلمت یکی دزدی نهان minəhət ənqoşt bər istariqan ulduzlar çıxdıqca parmaq basır ulduzlar neynirlər? Batırlar. Bizim ulduzlarımızı, yıldızlarımızı, parlayan nöqbələrimizi, işıqlarımızı söndürürlər. Oğru var. Lik zölmətdəsən bir oğru var. Qorlara parmaq basar, bir boğar. Qorlara, o odlara. می کشد استارگان را یک به یک تا که نفروزد چراغی از فلک Nuxbələr, fazillər amarlara baxırsan getdikcə özlərini öldürürlər bu yıldızlar. Ta ki nəfruzəd çiraği az fələk öldürər ulduzları o bir bə bir çatmasın ta qəlbinə nurdan səfir. Tərsə düşüncə bu işlər görür. Tərsə düşüncə. گر هزاران دام باشد در قدم چون تویی با ما نباشد هیچ غم Mevlana pənah gətirir burada. Sığınır Allahın ətəyinə və ona deyir ki, ta sən varsan, bizim də qüssəmiz yoxdur. Biz sənə sığınırıq. Min tələ açsa ağız, addım başı, biz ilə olsan əgər çatmaz qaşı. Bu birinci dəftərdənidir. Yadınızda olmuşkən biz 530-cu beytə kimi gəlmişdik. Bu ön girişdən sonra mən xoşluram ki, neçə beyti də buradan oxuyaq, o nağılı neyniyək, davam edək. با چنین قالب خداوندی کسی چون نمیرد گر نباشد او خسی. Deyir ki, haqq önündə ölməsin, bəs neynəsin? Olmasa pırpız əgər qanmaz لعین بس دل چون کوه را انگیخت او مرغ زیرک با دو پا آویخت او. O neynədi? Bir zirək quş kimi o təliyə düşdü. O vəzirdən danışır da. Yumşatdı daş bağırlar qəlbini bəs deli çön kuh ra engixt u dağlar kimi ürəklər vardı onları yumşatdı baş ayaq astı tutulmaz tutini eyni bir zirək quş kimi iki ayaqdan neynədi astı onu فهم و خاطر تیز کردن نیست را جز شکسته می نگیرد فضل şah. Burada zirəhlik deyil, yol görsədən, təhcə sınmaqlıqdır rəhmin tərpədən.
Xub, burada iddia işə keçməz. Bilirsiniz də Mevlana'nın demək olar irfanında sən çox müddəi olmayacaqsan, iddia gətirməyəcəksən. Burada demək olar ki, bir azca ısınmaq lazımdır. Yəni o təvazökarlıq lazımdır. Göz şikəsti minə girət fəzli şah. Şah da burada Tanrı, Allah mənasındadır. Ki ənə indəl münkəsirəti qulubuhum ləəcli, mən sınan qəlblərin yanında hər zaman özümü görürəm. Bir sınıq qəlbi istəyir ki, o gəlsin buna tez yanaşsın. Mevlana'nın burada sözü o. Ey bəsa gəncagənان کنجکاو کان خیالاندیش را شد ریش گاو. Harda bir qarnın güdən qallar qalı, oldular o cöncənin tum saqqalı. Gəncagənان کنجکاو. Görürsən ki, deyirlər ki, zirək kuş quyruğundan təliyə düşər. Bu da onun sözüdür. Deyir ki, çoxlu zirəng insanlar var ki, özlərini çox-çox zirək bilərlər. Amma hər zaman bunlar təliyə düşərlər. Kan xiyaləndiş ra şod rişe qav. Rişe qav inəyin səqqəli, elə məsələn inəyin səqqəli olmaq bir növ məsxərəçilik gətirir də. Xiyaləndiş də o vəzirin, o vəzirə demək olar işarə eləyir. Deyir ki, baba o vəzir düzdür biraz zirəng adam idi, amma öz zirəhliğindən burada təliyə düşüb. Və bu tələlikdə buna məsxərəlik gətirib. El aləm buna güləcəkdir. Harda bir qarnın güdən qallar qalı, oldular o cöncənin tum saqqalı. Qav که بود تا تو ریش او شوی خاک چه بود تا حشیش او شوی. Axı inək nədir ki, sən onun geyib səqqəli olursan? Topraq nədir ki, sən geyib onun ot olursan? Əgər topraqda qalıysan başıva, get uca yerlərdən qalacına. Da gedib inəyə səqqəl olmaq sənə nə gətirər? Fəxr gətirməz, şərəf gətirməz. Səqqəldə olursan, get bir dənə böyük insanın səqqəli olcuna. İnəyin səqqəli olmacına. İstəsən ot olasan, get ki, ot ələf mənzur, bitki olasan, get yaxçı yerlərdə ol. Bu məmuli torpaqlarda ot oldun, nə dəyəri var, nə ərzişi var? Gərək torpaq bitkisi olmaq nədir? Gərək torpaqda bitki nə bitər? Mal nədir? Ta saqqalı tapsın qədir. İnəyin özü nədir ki, onun səqqəli də nə olsun? Gələsən ondan qədr tapasan, ərziş tapasan, dəyər tapasan. İstir deyilsin ki, kül deyilirsən, uca yerdən başıva kül elə. Kiçik adamlarla oturma, böyük insanlarla oturcuna. Gəlir bir yol, yetişir buna ki, bəli, 535-ci beytidə o gəlir, yetişir Harut o Marutun nağılına ki, göydən onlar gəldilər aşağıya. Çون zəni az kar bad şد روی زرد مسخ کرد او را خدا و زهره کرد. عورتی را زهره کردن مسخ بود خاک و گل گشتن نه مسخ است ای عنود. Oldu çون nahid işindən özgərə qarqıdı Allah çevirdi zöhrəyə. Zöhrə olmaq övrətə qarqınmadır. Torpağa qarqınmağın söylə nədir? Ruh mi burdət suy çərxi bərin, suy ab و گل شدی در əsfəlin. Bunların da şərhi, izahı inşallah qalsın gələn bölümlərə. Sağ olun, salamat qalın.